Ailədə kobud rəftar eləyənə qəbr əzabı var, düzdür? Hətta şəhid olsa belə. Ailədə kobud rəftar eləyənə qəbr əzabı var. Biri bu qorxudan, qəbr əzabının qorxusundan başlayır ailə üzvlərinə mehriban davranmağa. Bunun qiyməti nə qədərdir? Bir də var ki, deyir ki, xanım həyat yoldaşına bir stəkan su versə, filan qədər savab var. Həyat yoldaşı ilə insan xəlvətdə otursa, ikisi söhbət eləsə, xəlvət o mənada ki, yəni tənhalıqda dərdləşsə, elə bil ki, Məscid-ül Həramda etikaf saxlayıb. Yəni, bu qədər savabı var. Yaxud da deyir, övladının üzündən öpsən, hər öpməyivə bir dərəcə verirlər cənnətdə. Bu şövqlə bu əməlləri eləmək yaxşıdır, yoxsa qorxudan? Əlbəttə ki, şövqlə. Adam da qorxudan övladını öpər. O nə şirinliyi olar o həyatın, nə ləzzət olar.